Pantomim və balet. Teatr sənətinin elə növləri var ki, orada məzmun yalnız jest və mimikalarla ifadə olunur. Bu, pantomim və baletdir. Pantomim tamaşaları adətən qısa olur. Burada aktyor hərəkətlərlə müəyyən bir hadisəni nəql edir, jest və mimikalarla səhnədə baş verənlərə münasibətini bildirib ifadə edir. Beləliklə, o, tamaşaçılara informasiya verməklə yanaşı, onları duyğulandırır, düşünməyə vadar edir. Pantomim aktyorları adətən yüksək bədən plastikasına malik olurlar. Çünki süjetdən asılı olaraq, bəzən akrobatik hərəkətlər etmək lazım gəlir. Tamaşada onların xarici görünüşü xüsusi əhəmiyyət daşıyır. Ona görə də aktyorları oynadıkları obraza uyğun qrimləyir, onlara xüsusi geyim seçirlər. Bu təbiidir. Çünki danışıq olmayan yerdə obrazın xarakteri daha çox xarici görkəminə görə bəlli olur. 20-ci əsrin əvvəllərində yaşamış məşhur aktyor Charlie Chaplin həm də böyük pantomim ustasıydı idi. O dövrdə filmlərdə aktyorların səsi verilmirdi. Buna səssiz kino deyilirdi. Buna görə də onlar filmin məzmununu yalnız hərəkətlər, jest və mimika ilə çatdırırdılar. Pantomimdən fərqli olaraq, balet müəyyən musiqi əsəri əsasında hazırlanmış teatr tamaşasıdır. Baletdə aktyorlar rəqs hərəkətləri ilə müəyyən bir hadisə haqqında danışırlar. Bu sənət növü özündə musiqi, rəqs və pantomim elementlərini birləşdirir. Buna sinkretik sənət deyilir. Balet fransız sözüdür. Mənası rəqs edirəm deməkdir. İlk balet əsəri 1581-ci ildə Fransada Kral Sarayında nümayiş olunub. Azərbaycanda isə baletin yaranma tarixi 1940-cı illərə təsadüf edir. Azərbaycan baleti böyük bəstəkar Əfrasiyab Bədəlbəylinin adı ilə bağlı olsa da, onun ilk cücərtiləri 20-ci illərə gedib çıxır. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Azərbaycanın ilk balerinası Qəmər Almazzadə baletin sirlərini məhz bu məktəbdə öyrənib. 1939-cu ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreografiya Məktəbinin ilk buraxılışı münasibəti ilə uşaqlar üçün bir pərdəli Tərlan baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almazzadə üçün Qız Qalası baletini yazır. Beləliklə, Azərbaycan baletinin əsası qoyulur. Sonralar bir çox Azərbaycan bəstəkarları balet janrında əsərlər yazdılar. Qara Qarayevin 7 gözəl, Fikrət Əmirovun 1001 gecə, Arif Məlikovun Məhəbbət əfsanəsi baletləri bütün dünyada məşhur olan musiqili sənət inciləridir. Bugün Azərbaycanda həm pantomim, həm də balet sənəti inkişafdadır. Bakıda neçə illərdir ki, Dövlət Pantomim Teatrı, eləcə də opera və balet teatrı fəaliyyət göstərir.